Universiteti bitirəndən sonra işsiz qalmaq istəmirsənsə, bu video sənin üçündür. Salam, mən Sona Çərkəzli, kanalıma xoş gəlmisən. Bu kanalda çoxlu sənin inkişafın üçün, səni ən yaxşı versiyana çatdırmaq üçün müxtəlif videolar var. Əgər bu tipli videoların daha çox olmasını istəyirsənsə, kanala abunə olmağı unutma. Əzizim, əgər universiteti bitirəndən sonra işsiz qalmaq istəmirsənsə, universitet dövründə müəyyən bacarıqlara sahiblənmək lazımdır. İlk olaraq universitetə başlayanda bir neçə ay keçəndən sonra, yəni yaxşı adaptasiya olunandan sonra çalışın ki, universitet daxilindəki olan təşkilatlar var, onlara üzv olasınız. Əlbəttə ki, birinci araşdırın, baxın hansı sizə daha uyğundur, hansı sizin marağınıza uyğun gəlir və onlara üzv olun ki, orada təşkilat daxilində müxtəlif klublar var və bu klublarda siz dil öyrənə bilərsiniz, müxtəlif təlimlərdə iştirak eləyə bilərsiniz, bacarıqları öyrənə bilərsiniz, müxtəlif tədbirlərdə iştirak eləyərək öz əlaqələrinizi genişləndirə bilərsiniz. Çünki networking əlaqələriniz genişləndiyi zaman gələcəkdəki iş fürsətlərini də daha tez, daha çox görmüş ola bilərsiniz. Buna görə də universitet daxilində çalışın ki, daha aktiv olasınız və müxtəlif təşkilatlarda əlbəttə sizə hansı uyğundursa iştirak eləyərək əlaqələrinizi genişləndirəsiniz. Daha sonra universitet müddətində mütləq yeni bir dil öyrənməyə çalışın. Əsasən də ingilis dilini yaxşı öyrənin, çünki bilirsiniz ki, ingilis dili hazırda hər yerdə lazımdır. Həm bu sizin inkişafınız üçün yaxşıdır ki, müxtəlif təlimlər ala bilərsiniz, kurslar ala bilərsiniz, müxtəlif mənbələrdə nələrsə araşdıra bilərsiniz. Həmçinin də işə qəbul olan zaman sizin dil biliyinizin olması təkcə bir dil yox, müxtəlif dillər də öyrənsəniz, dil biliyinizin olması sizin üçün üstünlükdür. Yəni işə qəbul olmağınıza daha çox müsbət təsir eləyə bilər. Buna görə də universitet vaxtlarında vaxtınızı boş-boş xərcləmək yerinə çalışın ki, yeni bir dil öyrənəsiniz. Bu ən vacib bacarıqlardan biridir ki, sizin dil biliyinizin olması sizi hər zaman irəliyə aparır. Daha sonra çalışın ki, gənclər təşkilatları var. Gənclər təşkilatlarına üzv ola bilərsiniz. Çünki bu gənclər təşkilatlarına üzv olduğunuz zaman burada müxtəlif ödənişsiz layihələr, təlimlər keçirilməyə başlayır və bu layihələrdə, təlimlərdə iştirak eləyərək siz müxtəlif bacarıqlara yiyələnə bilərsiniz. Həmçinin də bu təşkilatlarda da müxtəlif klublar olur və həmin bu klubların daxilində də siz özünüzü, öz biliklərinizi inkişaf etdirə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, mənim kursa getmək üçün mənim maddi vəziyyətim uyğun gəlmir. Buna görə də gedə bilmirəm kursa, amma belə gənclər təşkilatlarında və yaxud universitetin daxilindəki təşkilatların klublarında, məsələn, ingilis dili üçün, rus dili üçün, fərqli dillər üçün və yaxud da fərqli kurslar üçün klublar olur və siz burada tam ödənişsiz şəkildə bunu öyrənə bilərsiniz. Məsəl üçün, dizaynerlik bacarığını öyrənmək istəyirsinizsə, artıq buradakı klublardan birinə daxil olub tam olaraq ödənişsiz şəkildə öyrənə bilərsiniz. Məsəl üçün, sosial medianı öyrənmək istəyirsinizsə, bu zaman öyrənə bilərsiniz. Məsələn, ingilis dili, rus dili, fərqli dilləri öyrənmək istəyirsinizsə, buradakı klublara daxil olub tam ödənişsiz şəkildə öyrənə bilərsiniz. Yəni ki, bu gənclər təşkilatları sayəsində siz ödənişsiz şəkildə müxtəlif bacarıqlara yiyələnə bilərsiniz. Ona görə də çalışın ki, universitet vaxtlarınızda sadəcə dərsə getdim, gəldim, ancaq gəzdim yox. Əlbəttə ki, dərsə getmək, gəlmək də vacibdir. Dərsləri yaxşı oxumaq da vacibdir, imtahanları vermək də vacibdir. Daha sonra dostlarla gəzmək, əylənmək də vacibdir. Bunların hər birini mən də eləmişəm. Ancaq qalan vaxtlarınızı sadəcə boş-boş keçirmək yerinə çalışın ki, heç olmasa həftənin 2-3 gününü 2-3 saat olaraq özünüzə belə bacarıqları öyrənməyə ayırın ki, universitet bitirəndən sonra daha yaxşı nəticələr əldə eləyəsiniz və universitetdən sonra iş tapmağınız daha da asanlaşır. Hətta onu qeyd edeyim ki, bu bacarıqlara sahib olduqca universiteti bitirməmişdən əvvəl də işləyə bilərsiniz və öz bacarıqlarınızı inkişaf etdirə bilərsiniz, təcrübə yığa bilərsiniz, həmçinin də gəlir əldə eləyə bilərsiniz. Daha sonra əzizlərim, ən vacib bacarıqlardan biri ünsiyyət bacarığıdır. Çalışın ki, insanlarla ünsiyyət qurmağı daha yaxşı öyrənəsiniz. Bunun üçün əlbəttə yenə də kurslara müraciət eləyə bilərsiniz və yaxud da özünüz araşdırıb öyrənə bilərsiniz. Nitqinizi axıcı şəkildə gətirməyə çalışın. Çünki insan nə qədər qarşıdakı insanla axıcı danışa bilirsə, yaxşı ünsiyyət qura bilirsə, o işini də o qədər yaxşı apara bilirsiniz. İşə qəbul olunan zaman insanlarla ünsiyyət qurduğunuzu göstərəndə, yəni düzgün ünsiyyət qura biləndə, daha yaxşı nitqə sahib olanda, axıcı danışa biləndə əlbəttə ki, sizin bu üstünlüyünüz olur. Buna görə də çalışın ki, axıcı danışmaq bacarığınızı, nitq qabiliyyətinizi artırasınız, inkişaf etdirəsiniz. Dediyim kimi, bunu da elə gənclər təşkilatı daxilində olan təlimlərdə, layihələrdə, klublarda öyrənə bilərsiniz və yaxud da özünüzü araşdırıb öyrənə bilərsiniz və yaxud da ki, müxtəlif kurslara gedə bilərsiniz. Bu bacarığınızı mütləq inkişaf etdirməyinizi tövsiyə eləyirəm. Daha sonra əzizlərim, kompüter bilikləri çox-çox vacibdir. Çünki siz kompüter biliklərinə malik olduğunuz zaman istənilən yerdə bu bacarıqlar sizə lazımdır deyə hər hansı bir işdə çalışdığınız zaman bu bacarığınızın olmağı, CV-nizdə bunu qeyd eləməyiniz və yaxud da müsahibə prosesində bunu qeyd eləməyiniz əlbəttə ki, sizin üstünlüyünüzdür və işə qəbul olmaq üçün daha çox müsbət yönləri var.
var. Buna görə də kompüter bacarıqlarınızı da inkişaf etdirməyə çalışın. Buradakı olan ofis proqramlarını çalışın, öyrənin. Yenə deyirəm, bəzi bacarıqları öyrənmək üçün sırf mütləq kursa getmək, kimdənsə öyrənmək lazım olmur. Özünüz araşdıraraq da öyrənə bilərsiniz. Amma hər hansı bir mentorla işləyəndə, məsəl üçün kursa gedəndə, orada sizin müəlliminiz olanda, təlimçiniz olanda əlbəttə ki, bu sizin vaxt qazanmağınız baxımından daha yaxşıdır. Buna görə də kursa gedərək öyrənməyi, hər hansı bir təlimdə iştirak edərək öyrənməyi, kursda iştirak edərək öyrənməyi daha çox tövsiyə görürəm ki, sizə vaxt qazandıracaq və doğru istiqamətdə daha tez gedə biləcəksiniz. Amma yenə də gedə bilmirsinizsə, özünüz də bunu inkişaf etdirə bilərsiniz. Özünüzdə sadəcə olaraq çalışmaq lazımdır ki, davamlılıq. Yəni bir gün eləyim, 5 gün yaddan çıxsın deyə yox. Ən azından həftənin 3 günü bu bacarığım üçün vaxt ayırmışam. Filan gündə, filan saatda oturacağam, bu bacarığımı inkişaf etdirəcəm demək lazımdır və bunu özümüzə mütləq qeyd edib etmək lazımdır. Daha sonra əzizlərim, dövrün ən lazımlı olan bacarıqlarından biri olan sosial media bacarığını özümüzdə inkişaf etdirmək lazımdır. Çünki dövr sosial media dövrüdür və biz sosial medianı nə qədər yaxşı biliriksə, o qədər çox inkişaf edə bilərik və sosial medianı yaxşı biliriksə, hətta başqa bir şirkətdə işləməkdən də əlavə və yaxud da işləmək istəmiriksə belə öz brendimizi, öz şəxsi brendimizi quraraq oradan inkişaf edib öz biliklərimizi, bacarıqlarımızı ötürə bilərik insanlar və buradan gəlir əldə edə bilərik. Başqa insanlara mentorluq edə bilərik, konsultasiyalar verə bilərik və sosial media bacarığına malik olmaq o demək deyil ki, hər kəsə sosial medianı öyrədəcəyik. Yox, məsəl üçün sən ingilis dilini yaxşı öyrəndin və ingilis dili müəllimi olaraq çalışmaq istəyirsən, amma hər hansı bir şirkətdə çalışmaq istəmirsən, istəyirsən ki, özün təlimlər, kurslar verəsən. Bu zaman sənin sosial media biliyin olduğu üçün özünə bir səhifə açarsan, böyüdərsən və oradan tələbələr özünə cəlb eləyə bilərsən. Yəni sosial media bacarığının olması o demək deyil ki, sən sadəcə sosial medianı insanlara öyrədəcəksən. Xeyr, sən bunun sayəsində öz işini böyüdə bilərsən və yaxud da ki, ağlınıza bir biznes ideyası gələ bilər, onu böyüdə bilərsən, özünə səhifə aça bilərsən, öz işini böyüdə bilərsən və yaxud da ki, elə sosial medianı öyrənib sosial media mütəxəssisi olaraq da çalışa bilərsən, freelance olaraq çalışa bilərsən, hər hansı bir şirkətdə çalışa bilərsən və yaxud da ki, sosial medianın müxtəlif qolları var, onlardan istifadə edərək çalışıb gəlir əldə etmək də mümkündür. Yəni əzizim, çoxlu bacarıqlar var və biz universiteti bitirəndən sonra işsiz qalmaq istəmiriksə, mütləq bu bacarıqları özümüzdə inkişaf etdirməliyik. Mən ən vacib bacarıqları sizə sadaladım, amma bacarıqlar bundan bitmir. Buna görə də insan hər zaman özünü inkişaf etdirməlidir, müxtəlif bacarıqları araşdırmalıdır, özündə nəyi daha çox inkişaf etdirməlidirsə, onu axtarmalıdır, tapmalıdır, lazım gələrsə mentorlarla çalışmalıdır, lazım gələrsə çoxlu kitablar oxumalıdır, lazım gələrsə çoxlu yerlər gəzməlidir və şərt deyil ki, sırf gedək biz dünyanı gəzək, əvvəlcə birinci öz ölkəmizdən başlamalıyıq, gəzməliyik, öz dünya görüşümüzü artırmalıyıq və yavaş-yavaş da əgər bizim marağımız varsa başqa yerləri, başqa ölkələri gəzməyə, gedib oraları da gəzməliyik. Çünki insan sadəcə oxuyaraq yox, gəzərək də öyrənir. Buna görə mənim tövsiyəm odur ki, mütləq bacarıqlarınızı inkişaf etdirin, mütləq özünüzü inkişaf etdirin və özünüzü yaxşı tanıyın. Çünki insan özünü yaxşı tanıyanda artıq bilir ki, ona hansı bacarıq lazımdır və özünü hansı yöndən daha yaxşı inkişaf etdirməlidir. Ümid edirəm ki, bu video sənin üçün maraqlı oldu. Əgər bu tipli videoların daha çox gəlməyini istəyirsənsə, kanalıma abunə olub videonu bəyənib rəy yazmağı unutma.